Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 16 ailə, yəni 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə, yəni 38 nəfər köçürülüb. Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Böyük Qayıdış proqramına əsasən Xocalının Təzəbinə kəndinə 16 ailə, 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə, 38 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 33 il biz çox əziyyət çəkmişik. İndi şükür, Allah can sağlığı versin prezidentimizə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin Allah canı sağ eləsin. Bizim torpağımızı alıblar, bizim yurdumuza, yuvamıza yerləşdirirlər. Müsbət hal kimi qarşılayırıq. Biz dövlətimizin başçısı şəxsən cənab İlham Əliyevə öz minnətdarımızı bildiririk və bilavasitə şəhid ailələrinə üstünlük verib onların evlatlarına Allahdan rəhmət diləyirik və əllərə, ümumiyyətlə, qazilərə Allahdan şəfa diləyirik. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.